Hər kəsə salam. Sabah biz gedirik villaya və mən indidən gedirəm yatmağa. Bir də sabah oyanacağam. Ona görə də sağ olun. Sabah görüşərik. Bəzi yerlərdə belə səsləndirməli olacağam. Artıq yola düşmüşük. Dənizə baxın. Yaya həqiqətən də çox az qalıb. Gəlib çatmışıq villaya. Villa çox böyükdür, 2 mərtəbəlidir. İndi sizə lookumu göstərəcəm. Əynimi dəyişəcəm çünki bunu mən çəkiliş üçün geyinmişdim. Daha sonra isə sizə bacardığım qədər room tour edəcəm ki, baxasınız. Sizə göstərmək istəyirəm ki, bura bizim otağımızdır. Biz 3 nəfərik. İndi bilmirəm, bəlkə gecə əyləncəli keçdi, bəlkə heç gecə yatmadıq. Bu otağın biridir, yəni bizim otağımızdır. Dəyişdim. İndi düşürəm, gedirəm vlog çəkməyə, deyə ki, room tour çəkməyə. Ümid edirəm ki, maraqlı olmaq istəyirəm ki, mənim kanalım böyüsün, inkişaf etsin. Ümid edirəm ki, sizə bu çox maraqlı gələr. Gedək bir-bir otaqlara baxaq. Dostlar, başladıq bir-bir room turları çəkməyə. Bura otağın biridir, belə çəkirik. Çox da çəkə bilmərik, çünki burada kiminsə otağıdır. Yolanırıq, belə də şkaf var burada. Görün, ən qəşəng otağı özlərinə seçiblər. Buna baxın, görüntüyə baxın. Digər. Yenə də bu ən qəşənglərini özlərinə seçiblər. Bu nə ya? Bu nə? İsə digər yataq otağıdır. Buradan sizə videonu çəkirdim. Burada təəssüf olsun ki, mənzərə elə də gözəl deyil. Amma yenə də. Belə tualet hamamdır. Qara rəngdədir, amma pis deyil. Belə bir görünüşü var. Evin içində belə bir isti hovuzu da var idi. Hovuzu çöldə də var idi, onu da sizə göstərəcəm. Burada qardaşıma telefonu verdim ki, məni də çəksin. Düzdür, mən üzə bilmədim, amma yenə də. Nəhayət ki, güzgülü tualet tapdım. Ev estetik olaraq çox qəşəngdir. Hər tinində şəkil çəkdirmək olar. Estetik olaraq çox gözəldir, çox bəyəndim. Yəni sadəcə biraz çox uzaqdır, yəni Mərdəkan şu olan tərəfdə yerləşir, amma çox uzaqdır yoldan. Gözü çaballı. Gün ərzində demək olar ki, cürbəcür oyunlar oynadıq. Voleybol, lato ortada qaldı. Yeganə nüans var ki, mən bəyənmədiyim, o da ki, evin çox da təmiz olmaması idi və şəraiti eldə yaxşı olmamağı idi qab cəhətdən. Ona görə də bu evi internetdə görsəniz, diqqətli olun. Yavaş-yavaş süfrəni qurmağa başladı. Dəhşət çox hərflərdə kitablar var idi, maraqlıdır, bunu heç oxuyan olub burada. Belə də bir otağı var idi, amma burada boşluq idi. Artıq yemək yeyirik, kebab çox dadlı idi. Daha sonra isə çaya anamın hazırladığı belə bir blinçik tortunu yedik. Bilmirəm niyə, amma bağda olanda həm yeməklər, həm çay süfrəsi çox dadlı və maraqlı, həm də xoş gəlir insana. Mən də qoymam. Mən qoymam. Sesin kayıtla Başla. Bir günün sonuna gəldik, çatdıq. Çox yorğunam. Gecədə saat artıq 3-dür. Sizinlə sağollaşmaq istədim. Sağ olun, özünüzə yaxşı baxın. Videomu bəyənməyi və abunə olmağı unutmayın. Gələn vloqlara dək.